hiss eləmək olar. Belə durumda insan özünü necə hiss edir? Mənim bu günlərim saat 5-də Nərimanov rayon prokurorluğunda qətlə yetirilmiş kardiologumuzun nümayəndəsi kimi istintaq hərəkətində iştirak edirdim. Mənim istintaqdan tanıdığım Daxili İşlər Nazirliyinin o həqiqi mənada banda delin mühüm işlər üzrə müstəntiqi Canpolad Danav orada olduğum müddətdə bir neçə dəfə telefon açdı ki, mənlə təcili bir işi var. İzah elədim ki, istintaq hərəkətindəyəm. Çox dedi, xahiş edirəm Aslan mən, bir ikicə dəqiqə işim var. Yaxındır, əziyyət olması, gəlin mənim də gedəsi yerim var. Mən nəzərə alaraq ki, hər dəfə mən orada olanda o idarədə işlə bağlı, mənim qarşıma qaça-qaça gəlir, çay verir, həmişə mənimlə fəxr elədiyini deyir bir hüquqşünas kimi. Mən onu qırmamaq üçün müstəntiqdən icazə aldım. Oturdum maşına, yaxınlıqda 3 dəqiqalıq yoldu. Getdim ki, tez görüm nədir, qayıdım. Növbətçi hissədə yaxınlaşan kimi orada məni onların o adam döyənləri bir şey elədi ki, keçin buraya birinci mərtəbəyə. Mən də bilirəm ki, birinci mərtəbədən aşağı padvala aparırlar. Başa düşdüm ki, məni anladıqlar. Apardı bir otağa ki, keç buraya. Keçəndə gördüm Canpolad Danav oradadır. Onda şey elədim ki, bunların ikinci mərtəbə, sən niyə buradasan? Dərhal heç nə demədən başladı söyüşlə, küçə söyüşləri, yəni bunu ancaq küçə adamı, bir də bandit bu cür danışar. Sözün əsl mənasında quldur. Sən bilirsən bu nə idarədir? Burada insanların başına nə oyun açırlar? Onun ən pisini sənin üzərində keçirəcək. Sən bilərsən ki, biz kimiz? Sən kimsən ki, Ramil Usubovun haqqında danışırsan? Sən kimsən ki, Rəşad Ramazanovu müdafiə eləyirsən? Mən heç gözləmirdim. Düzü mən belə özümü itirdim ki, başa düşmədim, nə baş verir? Dərhal qalxdı, qulağımın dibindən vurdu. Mən də oturmuşdum. Sonra yenə söyüşlər davam elədi. Başladı ki, kişi sən vur da məni, vur məni. Sakit o birisi də cumdu üstümə, amma o birisi vurmadı məni. Amma təhqirdə o birisi də iştirak elədi ki, bax, sən bilirsən başa bura nə idarədir, başını oynatacaq. Sən əgər yaşamaq istəyirsənsə də dilini kəs. Dönə-dönə Ramil Usubovun haqqındakı sən kimsən onun haqqında danışırsın. Bir kəlmə demədim. Sadəcə dedim ki, xahiş edirəm, məni təhqir etməyin. Əgər həbs edirsinizsə də məni həbs edin. Ya budur dedim, mən ölümdən qorxmuram. Öldürəsiz öldürün. Öldürəcəyik. Amma hələlik səni xəbərdar eləyirik. Ged ağlını başına yığ. Ondan sonra da təxminən bu bir yarım saat davam elədi. Ondan sonra ki, dur rədd ol buradan. Söyüşlə. Mən şəhər prokuroru Əziz Seyidovun qəbulunda oldum. Ona baş verənləri söylədim. Baş prokurorun qəbul otağına zəng elədim, köməkçisinlə danışdım, ona çatdırsın. Mənim üçün bu məsələ mənim təhqir olunmağım ya döyülməyim məsələ deyil. Mənim üçün bu günlərim artıq mən bunu dönə-dönə birinci o İskəndər Həmidov həbs olunub 3 saat ki, onu tapa bilmədilər. Onda mən Facebookumda yazmışdım ki, bir ölkədə ki, Daxili İşlər Nazirini həbs eləyirlər, 3 saatdan artıq hüquq müdafiəçiləri onu tapa bilmir. Demək, bu ölkədə yaşamaq təhlükəlidir. İndi o təhlükəni mən özüm gördüm. Və bu gün susanlar, sakit durub seyr edənlər ki, bu təhlükə məndən yan keçdi, bilsinlər ki, onların da başında olacaq. Ona görə bütün ölkə buna münasibət bildirməlidir. Bu dalbadal, İskəndər Həmidovu uğurladılar, başını oynaşdılar. Rəşad Ağəddinin başını oynaşdılar. Bu artıq biz bilməliyik. Əgər doğrudan bizdə dövlət varsa da, əgər varsa da demək bu cinayətkarlar cəzalanmalıdır. Mənə qarşı ağır cinayət törədilib və bu cinayəti törədənlər müstəntiq, mühüm işlər müstəntiqi Danav başda olmaqla həbs olunmalıdır. Yox, bunu Ramil Usubov sifariş verib, arxasında durur və ölkə rəhbəri də buna susursa da, demək bu ölkədən qaçmaq lazımdır. Burada yaşamaq hər an təhlükəlidir. Mən ölümdən qorxmuram. Əgər məni qorxutmaq istəyirlərsə da, məni öldürə bilərlər. Mən ona hazıram hər dəqiqə.